heç düşünmüsünüzmü? İki nəhəng imperiyanın arasında qalmaq necə bir hisdir? Bir tərəfdə Assuriya, digər tərəfdə isə Urartu. Bax bu, hər gün sağ qalmaq üçün mübarizə aparan qədim Manna dövlətinin hekayəsidir. Bugün biz güc, diplomatiya və xəyanətlə dolu bu dövlətin heyrətamiz tarixinə səyahət edəcəyik. Hər şey bax elə burada, Urmiya gölünün bu bərəkətli torpaqlarında başladı. Eramızdan əvvəl 9-cu əsrdə kiçik dağınıq tayfalar yavaş-yavaş bir araya gəlib, regionun bütün gələcəyini dəyişəcək yeni bir güc yaratdılar. Bu gücün adı Manna idi. Yaxşı, bəs necə oldu ki, bu dağınıq tayfalar birdən-birə güclü bir krallığa çevrildi? Bunun arxasında nə dayanırdı? Gəlin, Manna dövlətinin doğuş hekayəsinə baş vuraq və bu qədim səltənətin təməllərinin necə atıldığına birlikdə baxaq. Bax, bu zaman oxu əslində Mannanın bütün hekayəsini bir neçə saniyədə gözümüzün önünə sərir. Kiçik ittifaqların yaranmasından tutmuş, qüdrətli bir krallığın yüksəlişinə, gərgin münaqişələrdən ta ki, o faciəvi süquta qədər. İndi isə gəlin, bu hekayənin hər bir fəslini bir-bir açaq. Hər böyük dövlətin hekayəsində, bilirsiniz, bir dönüş nöqtəsi olur. Elə bir an ki, hər şey dəyişir. Mannaçın üçün bu an səhnəyə çox qüdrətli bir hökmdarın çıxması ilə başladı. İranzu, hətta Assuriya salnamələri belə ondan qüdrətli hökmdar deyə bəhs edir. O bilirdi ki, regionun o nəhəng güclərinin qarşısında ancaq tək bir yumruq kimi birləşməklə durmaq olar. Məhz o, dağınıq vilayətləri bir araya gətirərək, demək olar ki, Mannanın taleyini tamamilə dəyişdirdi. Yaxşı, bəs onun uğurunun sirri nə idi? Necə bacardı bunu? İranzunun strategiyası əslində çox cəsarətli və bir o qədər də riskli idi. Regionun süper gücü olan Assuriya ilə möhkəm bir ittifaq qurmaq. Düşünün, bu təkcə xarici təhlükələrə qarşı bir qalxan deyildi. Eyni zamanda daxildəki o narazı qüvvələri susturmaq üçün də əla bir vasitə idi. Amma bu ittifaqın bir bədəli var idi. Bu, Mannanı istər-istəməz regionun ən böyük münaqişəsinin tam mərkəzinə atdı. Artıq onlar iki süper gücün arasında sıxışıb qalmışdılar. Yəni, bu sadəcə bir qonşuluq məsələsi deyildi, əsla. Bu, əsil böyük oyun idi. Təsəvvür edin, bir tərəfdə Mannanın müttəfiqi, qüdrətli Assuriya, digər tərəfdə isə onu hər vəclə Assuriyadan qoparmağa çalışan Urartu. Və Manna bu ölümcül oyunda bir şəkildə sağ qalmalıydı. İranzunun ölümündən sonra isə Manna taxtı sanki qanlı bir şahmat taxtasına çevrildi. Oğlu Aza atasının yolunu davam etdirmək istəyirdi, amma Urartunun dəstəklədiyi bir sui-qəsdə qurban getdi. Qardaşı Ulusunu isə iki imperiya arasında o qədər təhlükəli bir oyun oynamağa məcbur oldu ki, bütün bu xaos təbii ki, Assuriyanın da səbrini tükəndirirdi. Və nəhayət, eramızdan əvvəl 714-cü ildə Assuriya bu oyuna son qoymağa qərar verdi. Hökmdar 2. Sargon regiona elə bir orduyla daxil oldu ki, Urartu sadəcə darmadağın edildi. Bu həlledici yürüşlə Manna qəti şəkildə Assuriyanın təsir dairəsinə qaydarıldı və regionun siyasi xəritəsi demək olar yenidən cızıldı. Yaxşı, bəs sual olunur. Assuriya sayəsində sabitliyini bir növ bərpa edən Manna necə oldu ki, sonda yenə də süquta uğradı? Görəsən səbəb nə idi? Cavab həm sərhədlərdən kənarda, həm də sarayın lap içində gizlənmişdi. Gəlin bu çöküşün səbəblərini bir-bir araşdıraq. Mannanın süqut hekayəsi demək olar ki, tək bir adla başlayır. Axşeri. Təxminən eramızdan əvvəl 675-ci ildə hakimiyyətə gələn bu hökmdar, dövlətin 10 illiklər boyu həyatda qalmasını təmin edən ən vacib, bəlkə də yeganə qaydanı pozdu. Assuriya ilə ittifaqı ləğv etdi. Və bu ölümcül bir səhv idi. Bu xəyanətin cavabı çox gecikmədi və həddindən artıq amansız oldu. Assuriya hökmdarı Aşurbanipal Mannaya elə dağıdıcı bir zərbə indirdi ki, eramızdan əvvəl 650-ci ildə paytaxt İzirtutunun divanları belə o zərbəyə tab gətirə bilmədi. Baxın, xarici məğlubiyyət daxili fəlakəti necə alovlandırdı. Assuriyadan alınan bu ağır zərbədən sonra xalq öz hökmdarı Axşeriyaya qarşı ayağa qalxdı. Düşünün, o öz xalqı tərəfindən öldürüldü. Düzdür, taxta oğlu Ualli çıxdı, amma artıq gec idi. Manna ölümcül yara almışdı. Və nihayət, eramızdan əvvəl 590-cı il, son zərbə. Xarici işğallar, daxili çəkişmələr. Bütün bunlarla tamamilə zəifləyən Manna, regionda yüksələn yeni bir gücün, Midiyanın asan hədəfinə çevrildi. Və beləcə, yüzillər boyu varlığı uğrunda mübarizə aparan bir krallıq, sakitcə tarix səhnəsindən silindi. Krallıqlar süqut edə bilər, düzdür, amma arxalarında mütləq bir irs buraxırlar. Yaxşı, bəs Manna dövlətindən bugünə nə qalıb?
Gəlin onların o döyüş və diplomatiya hekayəsindən bir anlıq kənara çıxaq, sənətkarlıq və iqtisadiyyatlarına bir nəzər salaq. Mandılar heç də təkcə cəsur döyüşçülər deyildilər. Onlar həm də regionun ən bacarıqlı sənətkarlarından idilər. Onların əllərində adi bir metal sanki bir sənət əsərinə çevrilirdi. Qızıldan, gümüşdən hazırladıkları o möhtəşəm əşyalar imperatorların saraylarını bəzəyirdi. Amma onların əsl sərvəti, əsl şöhrəti başqa bir şey idi. Dillərə dastan olan atları. Mannanın gücü demək olar ki, həm torpağın altından, həm də üstündən gəlirdi. Zəngin dəmir və qiymətli daş yataqları onların sənətkarlarına sonsuz xammal verirdi. Atçılıq isə onlara həm sərvət, həm də böyük şöhrət gətirirdi. Təsəvvür edin, Subi vilayəti atları ilə o qədər məşhur idi ki, Assuriya mənbələri oranı sadəcə İlxi evi adlandırırdı. Və bu atlar bütün regionun ən qiymətli ixrac mallarından biri sayılırdı. Və beləliklə, gəlib çatdıq əsas suala. Manna kimi bu qədər strateji bir nöqtədə yerləşən kiçik bir dövlətin sizcə fərqli bir taleyi ola bilərdimi? Yoxsa nəhəng imperiyaların kölgəsində var olmaq elə başından məğlubiyyətə məhkum bir mübarizədir? Mannanın hekayəsi bəlkə də bizə coğrafiyanın bir millətin taleyi olduğunu çox acı bir şəkildə xatırladır.